Azerbaycan Türk'ü kızın isyanı. Neden karayolunu kapatıyorsunuz? Ben sizi özledim. İran'ın yönetimi altında kalan Güney Azerbaycan Türk'ü bir kızın isyanı. Karayollarının kapalı olması nedeniyle gündeme geldi. Azerbaycanlı yetkililer ve bununla birlikte kamuoyuna seslenmektedir. Neden bizi almıyorsunuz? Yolları açın biz gelelim. Ben Türk'üm diye seslendi. Selam Önder. Niye yolları bağlayıbsınız? Niye biz Türk deyirik? Niye biz ayrı dilliyik? Selam Azerbaycan milləti. Niye koymusunuz biz gələ? Yolları açın biz gələk da. Ben sizi özləmişəm. Siz məni özləməyibsiz. Mən Türkəm da. İstəyirəm gələm Türk'ü görəm. İstəyirəm gələm Bakını görəm. Azerbaycan'ı görəm. Azerbaycan'ı görəm. Niye yolları açmışsınız? Biz de Türk'ük da. İstem gelem Azerbaycan'a. Sen Allah. Kurbanım size. Vallahi gəlimdə vətən qalmışam. Ne vaxtdandır biz görüşməmişik. Sen Allah açın.